Sənə bir belə o demək deyil ki, sən 500 üsulu da istifadə edəsən, qalib gələcəksən. Amma mübarizə aparmağa dəyər, eləmək lazımdır. Bizə gələnləri biz bütün o üsulları hamısını təqdim edirik. Sadə üsullardan tutmuş, qəpik quruş, məsəl üçün 1 qəpiklik üsul var krealinlə, 2 qəpiklik var ASD ilə, nə bilim perikisdir, çətinə yağıdır, sodadır. Bunlar hamısı hardasa məqamında yerində yeri var hamısının. Kimyasal maddələr də var, qeyri-kimyasal da var, təbii maddələr də var bunlar kimi. B17-dir, liposomaldır, ASD-dir, biobrandır, digər vasitələrdir. O birisləri də eləmək olar. Hamısını eləmək lazımdır. Psixoterapiyadır, diyetoterapiyadır, bunları da eləmək lazımdır. Biz dəfələrlə təklif eləmişik ki, bu rəsmi müalicə protokolları dəyişdirilsin, genişləndirilsin, əlavələr olunsun. Cərrahiyyə kimyasaya qalmaqla yanaşı başqa şeylər də eləmək lazımdır. Bir çox ölkələrdə artıq bunu eləyirlər, inteqrativ onkologiya üsullarına keçirlər. Sınanmış üsulları verirlər. Fotodinamik terapiyanın, hipertermiyanın bütün tibbi sahələrdə istifadə edirlər. Onkologiyada da istifadə edirlər, amma rəsmi protokollara niyə daxil eləmirlər?